Salam müəllimlər, deməli qrupda paylaşılan 3 dənə sualın izahına baxaq. Statika bölməsinə aiddir. Maraqlı 3 dənə sualdır. Deməli, sualın biri belədir. Eyni bölməli, çəkisi nəzərə alınmayan çubuq şəkildəki kimi dayaqlar üzərində tarazlıqdadır. Buna əsasən K cisminin çəkisi ən az neçə P olar? Deməli, müəllimlər, istəsək. Bax, bu nöqtə üçün moment ala bilərik. Mən buna deyirəm, tutaq ki, 1 nöqtəsi. İstəsək, bu nöqtə üçün moment ala bilərik, 2. İndi baxaq. Bu oldu P, bu da oldu K. Düzdür? İndi baxaq. 1 nöqtəsinə görə moment alıram. 1 nöqtə. Bunu silirəm, 1 nöqtəsinə görə moment alıram, 1. Deməli, olacaq P vur. Yəni, bax burada. P-dən bu dayağa qədər olan məsafə. Birinci 1-ə görə moment alıram. Deməli, P vur 4 bərabərdir. K vur 1. Deməli, buradan K-nı tapdım. 4 dənə P. İkinci isə, bunu silirəm. 2 nöqtəsinə görə moment alıram. Onda olacaq P vur. Buradan buraya qədər olan məsafə. K da vur. Buradan buraya qədər olan məsafə. P vur 2 bərabərdir. K vur 3. Deməli, buradan K-nı tapacağım. 2 böl 3 P. Bizdən də soruşur. K cisminin çəkisi ən az neçə P olar? Ən az dediyinə görə deməli götürürük. Bax bunu. Ən çox desəydi 4 P götürəcəkdim. Cavab Y variantı. Digər suala baxaq. Hər birinin çəkisi 8 Newton olan bir cins kublarla qurulan şəkildəki sistem tarazlıqdadır. T ip gərilməsinin neçə Newton olduğunu hesablayın. Hər birinin çəkisi 8 Newtondursa, bu ikisinin ağırlığı düz ortasıdır. Bu ikisinin ağırlığı da düz ortasıdır. Deməli, bax, bu olacaq. Hər birinin çəkisi 8 isə bu ikisinin ağırlığı eləcək 16. 16. Burada olacaq yenə 16. Bu nöqtəyə görə moment alırıq. İpin gərilmə qüvvəsi də həmişə cisimdən kənara doğru çəkilir. Buna da deyirəm T. Aha, İndi bu nöqtəyə görə moment alsam, 16 ilə 16 bunu bu tərəfə fırlatmağa çalışır. Buna deyirəm M1, buna deyirəm M2. T də bunu saat əqrəbinin əksinə fırlatmağa çalışır. Buna da deyirəm M3. Momentlər qaydasına görə M1 üstəgəl M2 bərabər olmalıdır M3-ə. M1-in momenti 16 vur 1 bölgü plus 16 vur buradan, bax, buradan buraya qədər olan məsafə. Bax, buradan buraya qədər olan məsafə. Yəni, hər hissəni 1 qəbul eləsək, olacaq 2 üstəgəl 0,5. 2,5 də. Bərabərdir. T-nin də qolu budur. Bax, buradan buraya qədər olan məsafə, yəni 2. Deməli, 16 üstəgəl. 16-nı 2,5-ə vuranda eləyir 40. Bərabərdir 2 dənə T. Onda 2 dənə T bərabərdir 56 və T-ni tapdım buradan. Deməli, 28. Deməli, cavab eləyəcək 28 Newton. B variantı. Və keçirik növbəti 20-ci suala. Deməli, MHM-dəndir bu. 2025 MHM-dən bu sualdır. Deməli, 30 metr uzunluğundakı 10 kiloqram kütləli bir cins çubuq. Bir cins çubuq deyirsə, düz ortasından bunun ağırlığını çəkirəm. 100 Newton. Deməli, 30 metrdirsə, onda bura düşür 15. Onda buradan bura nə qədər düşür? 5 metr. Çünki ümumi, bax, buradan bura qədər olan məsafə ümumi 20-dir, ona görə. Bax, bizə deyir ki, 50 kiloqram kütləli uşaq çubuğun A nöqtəsindən çubuğun havada qalan hissəsinə doğru hərəkət etməyə başlayır. Bax, belə hərəkət etməyə başlayır. Çubuğun aşmaması üçün uşaq A nöqtəsində maksimum neçə metr uzaqlaşa bilər? Biz bilmirik də indi hara qədər uzaqlaşar. Bura bir dənə X deyirəm. Bu tutaq ki, adam gəldi bura, uşaq gəldi bura.
uşağın ağırlığı nə qədər olacaq? 500 Newton. Все. Və bunu bu tərəfə fırlatmaq istəyir. Buna deyirəm M2, M1. Bu da bunu bu tərəfə fırlatmaq istəyir. Buna da deyirəm M2. Все. Momentlər qaydasına görə M1 bərabər olmalıdır M2-yə. M1-in momenti 500 vur. Qolu x-dur, bilmirəm. Yəni bu nöqtəyə görə moment alıram. M2-nin qüvvəsi 100-dür. Qolu da bax budur da, bax 5. Все, onda x bərabər olacaq 1. Deməli, çubuğun aşmaması üçün uşaq 1 metr məsafəyə kimi gələ bilər. B variantı. Diqqətinizə görə sağ olun, dəyərli müəllimlər. Bizim onlayn dərslərimiz davam edir. Təzə qruplarımız açılıb. Yəni, yüksək nəticə toplamaq istəyən müəllimlər bizim dərslərimizə qoşula bilər. Yəni, dərsin keyfiyyətinə də 100% garanti verirəm. Həm mövzu izahı, həm də testlərin mükəmməl şəkildə izahını sizə təqdim edəcəm və hər bir müəllimə də fərdi formada yanaşıram. Hər bir müəllimin istənilən suallarına da qrupda, deməli, dərsdə cavab verirəm. Diqqətinizə görə sağ olun. İnşallah növbəti dərslərdə görüşənədək. Sağ olun.